Zeynəb salamullah əleyhanın Əhl-i Beytin yanında nə qədər dəyəri var? Bizim əqidəmiz budur. Peyğəmbərdən sonra Allahın salamı olsun ona və Əhl-i Beytinə ən üstün şəxslər Əhl-i Beytdir. Və Əhl-i Beytin də arasında İmam Hüseyn əleyhissalamın özünə məxsus yeri var. Kərbəla qəhrəmanıdır. Amma İmam Hüseyn əleyhissalamın özünün xanım Zeynəbə baxışına baxın. Axırıncı bacısı xanım Zeynəblə vidalaşanda ona dediyi söz budur. Bacı Zeynəb, məni gecə namazında unutma. İmam Hüseyn bunu kimə deyir? Xanım Zeynəbə salamullah əleyhə. İnsanlar imamdan dua istəyirlər. İmamı görənlər onlardan özü üçün dua istəyir. Amma İmam Məsum, Kərbəla qəhrəmanı İmam Hüseyn kimi ağamız əleyhissalam bacısı Zeynəbdən dua istəyir. Başa düşürük ki, xanım Zeynəb Allah yanında duası qəbul olunan, eşidilən və Allahın ondan münacat elədiyi şəxslərdən olmuşdur. 2. Kərbalada birinci hissə İmam Hüseyn əleyhissalamın Aşura şəhadətinə bitir. Əsas məsələ bugün Aşuranın bizə çatması, Aşura məktəbinin yaşaması, şəhidliyin yaşaması kimin sayəsində olmuşdur? İmam Səccad əleyhissalamın yeganə xanım olan xanım Zeynəb salamullah əleyhanın zəhmət olmuşdur. Bir xanım tarixdə Kərbala adlanan bir hadisənin qəhrəmanı olur və o da xanım Zeynəb kimi bir xanıma yaraşır. Allahın salamı olsun ona və onun valideynlərinə, qardaşlarına, babalarına.